Salam uşaqlar, səhifə 85-ə baxırıq, diqqətli olaq. Bir də abunə olmağı, bəyənməyi unutmayın. Birinciyə baxırıq. Düzbucaqlı polivedin dam səthinin sahəsi düsturunu yazıram. S tam bərabərdir. 2 vurulsun. İğni vuracağım uzunluğa. İndi burada tamam fərqlidir. Yəni bura 4 olmalı idi. Bura uzunluq 5 olmalı idi. Biz yazırıq. A vurulsun B, üzərinə gələcəm. A vurulsun C, üzərinə B vurulsun C. Gəlin bu cür hesablayaq. 2-ni vuracam. 5 vur 4. Sonra nə ola bilər? 5 vur 9. Yerdə qaldı 4 vur 9 hasilə. Gəldik, yazdıq. 2 vurulsun. 20 elədi. Üstdən 45 gəlirəm. Üstə gəl 36. Topla. Vuraq. 2 üstün 45, 65, üzərinə də 36 gələndə nədir? 101. 101-in 2-ni də vuranda 202 kvadrat santimetr. Bu, bunun sayısı. 202 kvadrat santimetr. Keçək ikincinin hesablanmasına. İkincidə nə deyir uşaqlar? Baxalım. 2-də nə deyir? 2-də uşaqlar, burada rəqəm olmalıdır. Bu yoxdur deyə mən edə bilməyəcəm. Hesablama yəni gəlməyəcək. Gəlin ikincisinə baxalım. İkincinin ikincisinə baxalım. Biz bunu ayrı həcmini tapacağım. Bir də bunun ayrı həcmini tapaq. Bunun həcmi eni nədir? 4-dür. Vururam 8-ə, vururam 6-ya. Yəni, en uzunluq hündürlüyü vurdu. Düsturumuza əsasən. 4-ü vurdum 8-ə, 32 vururam 6-ya, 12, bir yadda 18, 192. Buranın həcmi nə oldu? 192. İndi keçək bu bir həcmə. 4-dürsə, burada 4-dür. Enimiz 3-dür. Uzunluğumuz baxın, demək burada 6-dır. 4 vurulsun 3, vurulsun 6. Nə eləyir? 12, 12-də 72. Nə etdi? Bunların bir yerdə 192 üzərindən 72 gəlirəm 4, 264. Həcmi, böyük həcmi nə oldu? 264. Cavabımız 264. Keçirəm üçüncüsünə baxaq. Üçüncüsündə nə deyir? Deyir ki, buranın həcmini tapaq, buranın da və buranın da. İndi buranın həcmi necə tapılır? 8 vurulsun 2 vurulsun 5. 10, 10 da 8-ə 80. Demək, buranın həcmi nə oldu? 80. İndi keçirəm bura. Baxın, ümumi 8-dir. Baxın, bu ikisinə çıxsam bura, onda nə olacaq uşaqlar? 6 olacaq. Hündürlüyümüz hər birində 2-dir. Yəni, bura 2-dir. Bu birincisinin idi. İndi ikincisinə. Baxın, yenə diqqətlə qulaq asın deyirəm. Baxırıq. Bunu tapdıq. 8 uzunluğu idi, 2 hündürlüyü idi, endi 4, 5-dir. İndi baxın, bura ümumi 8-dir. Demək, burada 8-dir. Ancaq ikisini çıxıb baxın, onda 6 qalır. 6, eni 2-dir. Hündürlük də hər birində 10-us da 2-dir. Demək, 6 vurulsun 2, vurulsun 2. 24. Demək, bunun həcmi nə oldu? 24. Bunun həcmi 80. 80. İndi buna baxırıq. Bunun hündürlüyü 2-dir. Uzunluğu baxın 8-dir, eni də 5-dir. 8 vurulsun 2 vurulsun 5. O da nə elədi? 80. Ümumi həcmi tapaq. Bunların cəmi deməkdir. 80 üzərinə 24 üzərinə yenə 80. 184. Cavabımız 184 kvadrat santimetr. Keçirəm üçüncüsünə. Üçüncüdə nə deyir?
üçüncüdür. Polipetin açılışında rəngli üzlərin sahələri cəmi 96-dır. Uşaqlar, rəngli üzlərimiz görürsüz düzbucaqlıdır. Demək, bura x-dir, bəlli deyil. Bura baxın, bu sarıdırsa, buranın da 8-dirsə, demək bu da 8-dir, ancaq bura bəlli deyil. 2 dənə 8 vur x var. 2-ni mən şeyə çıxardıram. 2 8 vur x. Ya da başqa cür necə eləyə bilər? 8 vur x üzərinə yenə 8 vur x bərabərdir. Bunların biridir. Cəmi nə deyir? 96. 8x-lə 8x-i toplayan nə eləyir? 16x. 96. 96-nı vurmadım. Bu üzə gəlir. Sağa tərəf gəlir. Bölmə olur. Bu da 6. Demək, bunun eni nədir? 6-dır. Həqiqətən 6-nı vuruq 8-ə. Burada 48 və 6-nı burada 6 idi. O da olur 48. Yəni toplayanda 96 verir uşaqlar. Biz belə qənaətə gəldik ki, enimiz 6-dır. Yəni hündürlüyümüz, daha doğrusu hündürlüyümüz 6-dır. Yine baxın 4'dür. Baxın bu tərəflər hamısı 4'dür. Uşaqlar, indi nə oldu? S tamı necə tapırıq uşaqlar? Düstura əsasən. 2 vurulsun, eni uzunluğa vururam. Baxın, 8 vurulsun 4, üzərinə 8 vurulsun 6, bir də 4 vur 6 var. 2'ni vururam, 32, üzərinə 48, üzərinə 24. 32 ilə 48 elədi 80, 80 üzərindən də 24 gələndə 104. Elədi 208. Cavabımız 208 kvadrat santimetr. Dördüncüyə keçirəm. Dördüncüdə nə deyir? Baxırıq. Deyir ki, düz prizmanın tam səthinin sahəsini tapın. Düzbucaqlı üçbucaqdır. Baxın. Düzbucaqlı üçbucağın katetləri 24-dən 18-dir. Necə tapırdıq uşaqlar? Düzbucaqlı üçbucağı katetləri bir-birinə vururduq, bölürdük 2-yə. Nə etdi? 9, 4 dəfə 9-un 36, 3 yadda, 2 dən 9-un 18, 3 yadda da 21. Yəni bura 216-dır, burada 216-dır. Uşaqlar. 2-dən düzbucaqlı üçbucaq var. İndi nə etdi? 432. İndi keçirəm. Baxın, bu mən tərəfə üzü var. Yəni 18 vur 35 var. 18 vurulsun 35. Sonra bu tərəfdə, burada 35'dir. Bu tərəfdə də nə var? 35 vur 24 var. İndi arxa tərəfimizə baxırıq. Arxa tərəfdə nə var? 35 vur 30 var. Gəlin, bir vuraq. Altı yüz otuz. 35'dən vur 24. 840. Da 105 yəni 0. İndi bunların cəmini toplayaq. Baxın, 2 dənə düzbucaqlı üçbucağın sayısı bu idi. Yan tərəflərin sahələri isə bu və bu və bu. İndi gəlin toplayalım. Üzərinə 630, üzərinə 840, üzərinə 1050. Toplam sahə nə verdi? Səthin sayısı nə verdi? 2952 kvadrat santimetr. 2952 kvadrat santimetr. İndi keçirəm ikincisinə.
ikincisine. 4'ün ikincisidir. Baxırıq. İndi burada da düz bucaqlı üç bucaqdır. Baxın uşaqlar. Onda nə olur? 4,8'i vuracam 2'ye böləcəm 2'ye. Nə elədi? 4,8. Demək bu da 4,8'dir. 4,8 üzərinə 4,8 nə elədi? 9,6. İndi keçirəm bu birisi tərəfə. Baxın, bu tərəfində bir dənə düz bucaqlı yerləşir. Baxın, 2 eynidir, uzunluğu da 12'dir. 2 vur 12. 44. 24. Keçirəm. Bu yüzden baxın 4,8'dir. Eni. Eni 4,8'dir. Hündürlüyü nədir? 12'dir. 12'ni vuracağım 4,8'e. İndi keçirəm növbəti. Üzün mən tərəfi olan. Baxın. Eni 5,2'dir. Uzunluğu nədir? 12'dir. Gəlin indi bunları hesablayalım. 12'ni 4,8'e vururam. 57,6. 5,2'ni vururam 12'ye. 62,4 elədi. İndi bunların cəmi, baxın, bu düz bucaqlı üç bucağın sahəsi idi 2 dənəsinə. İkisi 2 dənə idi. Birini 4,8 tapdım, digəri də demək 4,8 və bunların cəmidir. 9,6 topla 24 topla 57,6 üzərinə gəl 62,4. Ne elədi? 153 tam S tam nəyə bərabər oldu? 153,6 kvadrat desimetr. Keçirəm üçüncüsünə, 4'ün üçüncüsünə. Baxırıq, 2 dənə düz bucaqlı üç bucaq var. İkisində baxın eynidir demək. 3,2 qat-edir, biri də 2,4. Vururam, bir-birinə bölürəm 2'ye. 1,2, 3,2'ni 1,2'ye vuraq. 3,2'ni vururam 1,2'ye. 3,84. Uşaqlar, bir dənəsi 3,84. Ancaq görürsünüz 2 dənədir. Vur 2'ye. 7,68. Cavabımız budur. İndi keçirəm. Hər biri düz bucaqlını tapmağa. Baxın, 2,4'ü vuracam 7,5'e. Özümü tapıram. 2,4'ü vururam 7,5'e. 18. İndi keçirəm bura. Baxın, hər birində 7,5 hündürlük. Baxın, bu yüzə baxan 7,5'i vuracam 3,2'ye. 7,5'i vuracam 3,2'ye. Ne etti? 24. Cevabımız 24. Keçirəm. İndi arxa tərəfdə 4 eynidir. Hündürlük nədir? 7,5'dir. 7,5'i vuracam 4'e. 30. Cevabımız 30 alındı.
İndi gəlin uşaqlar, bunları hesablayaq. İndi bütün tam səttin sayəsində tapmalıyıq. 24 üzərinə 30 üzərinə 18 üzərinə 7 tam %68 gəlirəm. Nə alındı? 79 tam S tam nəyə bərabərdir? Bunlar hər birinin sayəsidir. S bərabərdir, S bərabərdir, S. Hər birini tapdım və topladım. 79-dan %68 kvadrat metr. Baxıram. Keçirəm uşaqlar, tam səttinin sayəsini tapmağa. Tam səttinin sayəsini tapırıq. Uşaqlar, tam səttinin sayəsi odur ki, üstdən, altdan bunların hesablanmasıdır. Keçirik baxmağa. Tam səttin. Üstdən nə görürəm uşaqlar? Baxın, buradan baxıram. 5-ciyi yazıram. 5-ci, üstdən baxanda hansı rəqəm, neçə dənə görürəm? 1, 2, 3, 4. Üstdən yazıram. 4. Keçirəm. Bu tərəfdən baxıram, ox qoyuram. 1 görürəm, sonra 2, 3, 4. Bu da da. Sağdan. Buradan da 4 gördüm. İndi soldan baxıram. 1, 2, 3, bu da 4. 4. Biri altdan baxaq. Nə qədər o görünür? 1, 2, baxın buradan baxanda görürəm. Nə görürəm? Neçə dənə görürəm? 4 dənə. İndi qaldı öndən. Öndən baxıram. Bax, mən tərəfdən baxıram. 1, 2, 3, 4, 5, 6, 7. Eləmi? Düzdür. 7. Ön yazıram. 7. İndi o biri öndə. Arxa tərəfdə. Arxa yazım. O da 7. Toplam nə qədər uşaqlar oldu? Hesablayalım. 4, neçə dənə 4 var? 4 dənə 4 var. 16. Üzərinə 2 dənə də 7-dən gəlirəm. 30. Demək, bunun nə qədər oldu tam sətin sayəsi? Neyse. Baxdıq. Nə oldu? 30 dənə oldu. İndi keçirək buna. Saymağa. Buradan yuxarıdan baxırıq. 1, 2, 3, 4 dənə görürük. Üst. 4 yazıram. Sağ. Sağdan nə qədərdir? 1, 2, 3, 4. Bu da 4. Buradan baxanda onu da yenə 4 görəcəm. Sol yazıram 4. İndi mən tərəfdən qaldı altdan. Altdan baxanda uşaqlar bu 2 dənənin aşağısı da var da, yəni 2 dənə havada qalmır ki. Yəni 2 onundur, 2 də bunundur. 4 dənə. Aşağı da 4-dür. İndi özüm tərəfdən baxıram. Ön yazıram. Öndən nə görəm? 1, 2, 3, 4, 5, 6. Arxa tərəfdə 6 dənə görürəm. İndi nə oldu? 2 dənə 6, 12, 4 dənə də 4, 16. Toplam nə qədər verdi? 28. Keçirəm. Yuxarıdan baxırıq. 1, 2, 3, 4. Bu ikincisi idi. İndi üçüncüsünə baxırıq. Yuxarıdan nə qədər gördüm? 4. Sonra baxıram. Aşağı da onda aşağı da 4-dür uşaqlar. Eyni olaraq. İndi
Bu tərəfdən baxıram. Nə görürəm? Baxın, 1, 2, 3, 4, 5 dənə görürəm də, bildiniz. Baxın, 1, 2, 3, 4, bu da 5. 5 dənə gördüm. 5 yazım. Arxa tərəfdə 5 dənə olur onda. 5 olur. İndi bu tərəfdən baxıram. 1, 2, 3, 4, bu da 5. Yazım, sol yazım buna da. 5. Sağda baxırıq. O tərəfdən də 5. Nə qədər oldu? 4 dənə 5 oldu. 20 üzərinə də 2 dənə 4. 8. 28.